Bəli, biz dedik ki, namazın hikməti hanı? Budur, mən vərəqlədim və bu dünənlərim mən çox saatımı bu görüntülərə sərf etmişəm. Ona görə də söhbətimi gec bitirdim. Dünən axşam, gecə artıq gecədən keçirdi. Mən söhbətimi bitirəndə, çünki mən bütün fikirlərim bu görüntülərdən nələrsə seçmək idi. Allah'ın ne ihtiyacı var? Ben garibim, fakirim dedi. Allah gani zengin. Benim gibi fakir ibadetine. Kızım o bizim ibadetimize ihtiyacı yok. Bizim ona kulluk yapmaya ihtiyacımız var. Mesela sen dedim doktora hasta oldun gittin. Doktor sen reçete yazdı, ilaçlar verdi. Sen geldin yerine yattın. Bəli, onun dalı axır sonra söylədikləri artıq cəfəngiyatdır. Bu yaşlı adam sual-cavab görürsünüz. Bax, sual-cavab. Bu insan din xadimidir və namaz haqda gənc bir nəsilə namazın hikmətlərini anlatır. Bu türkdür təbii ki. Və buna sual verilənə ki, namazın nə xeyirləri var, yəni Allahın buna axı Quran deyir ki, ehtiyacı yoxdur. Bu deyir, təbii ki, Allahın buna ehtiyacı yoxdur. Namaza, amma insanın Allaha qulluq etmək üçün namaza ehtiyacı var. Axı bu namaz nə verir bizə ki, bizim o namaz qılmaqla, bizim bu yolla, niyə bu yolla? Niye o hanım demişken elmi yolla biz onu araştırmırıq? Naşı yolla, bak naşı yolla benim kızımın eltisi. Olmayan eltisi. Yani gelin adlı ya kismet deyilen bir eltisi. Kismetini ağzından Allah Teala çıkarttı dedi git namazını kıl. Tabii mən onu qınamıram. Heç bir anaya bunu, heç bir evlada bunu rəvab görmərəm, istəmərəm, bilmərəm. Tam səmimi sözümdür bu. Amma bu acı açıqlanmalıdır ki, xalq doğru yolu bulsun, doğru yola getsin. Bu namaza girib sən onu qına, ona böhtan at, ona şər at. Dağdan ağır sənin tanımadığın, bilmədiyin bir ananın qızı sənin eltindir, sən ona deyirsən, cadıyla gəlsən. Bu namazın dilində bunlar varsa, bu namaz nəyə gərəkdir? Əgər yoxsa, yenə namaz nəyə gərəkdir? Git gözəl, dinin yolu budur ki, yəni o Allaha əgər ibadət etmək istəyirsənsə, sən sadəcə doğru söz deyib bilirsənsə, yaxşı iş gör. Edə bilirsənsə, əgər bunu da edə bilmirsənsə, şək etmə. Yəni bu dünyada kimsəni qınayıb incitmə. O qədər. Doğru yol budur. Ondan qalan hamısı cəfəngiyatdır və budur mollaların siması. Имамы и муллы Таджикистана оказались под подозрением у правоохранительных органов. А все из-за нескольких религиозных служителей, которых арестовали по подозрению в совершении преступлений сексуального характера. Еще недавно они говорили в своих проповедях о таком грехе, как измена, а сами попались на этом. Теперь все представители духовенства Таджикистана под пристальным вниманием милиции. Это видео одно из первых, распространившееся по социальным сетям и мобильным телефонам Таджикистана. Общество негодует. Это не мулла. Buyurun, bu molla. Bu da Paşazade. Görək nə deyir? Azərbaycan dövləti axır vaxtlarda müəyyən bu hadisədən sonra təhlükəsizliyi qorumaq üçün müəyyən addımlar atır. Təhlükəsizliyi qorumaq üçün. Sən hansı təhlükəsizliyi qoruyursan? Sən heç bilmirsən ki, bu ilahi tərəfindən bir sınaq yoludur və bu sınaq yolunu hər kəs keçməlidir. İmam Səccad əleyhissalam buyurur ki, möminlərə dünyada gələn bəlalar günahlarına görədir. Allah bəla göndərir ki, bizi dünyadan pak aparsın. Birdən günahı qalsa hələ ölüm çətinləşir, ölümün çətinliyi ilə günahlarını yuyur, günahlarını. Bu da nağıldır. Allah bizi pak hara aparır? Hara aparır Allah bizi? Heç hara. Kur'an deyir. İnsanlar yaşamak hayatı bu dünyada verilir. Biri cismen gedir, digəri ruhen hayata gelir.
O ruh ölmezdir, sönmezdir ve candır. Biz qaydaq xəzinəmizə. Yox, əvvəlcə burada Məhəmməd Peyğəmbərin kəlamlarında onun o Allah haqda fikrini oxuyaq, sonra gedək. Bunu belə eləyim ki, bu qabağa gəlməsin. Belə. Xülasə ki, Məhəmməd Musa Peyğəmbərin təkidi ilə bir neçə dəfə Allahın yanına qalxır, güya, o axırıncı mərtəbəyə yuxuda olur. Bu yəqin ki, fikirdə olur. İnsan göydə uça bilməz, nə də göydə Allah yoxdur. Onun məbədi biz insanlarıq demişik, yəni insanın qəlbindədir. Bu, görürsünüz, can ilə dinlər, sözdə mənanı. Amma görürsünüz, heç Peyğəmbərlər heç bilməyib ki, harayla dinləyirlər. Çünki onlara bu ağıldan heç kimə bu dünyada pay verilməmişdir. Yer üzərində kimsə hələ Peyğəmbər olsa belə, imam olsa belə, ağıl nə deməkdir, onu dərk etməmişdir. Eləcə də Peyğəmbər göylərdə gəzir. Görək daha nə deyir. Xülasə ki, Musa ümmətinə gündə 5 dəfə namaz qıldırmaq istədim, amma baş tutmadı. Qayıt, biraz da azaltmasını xahiş et. Bu dəfə Allahın Rəsulu Musa Peyğəmbərə deyir ki, yox, qayıda bilmərəm, bundan artıq mərhəmət ola bilməz. Amma mən deyirəm ki, ya Rəbb, mən səndən namaz deyil, mənim ümmətimə, mənim xalqıma, mənim məmləkətimə sadəcə öz hikmətini öyrət. Mən bunu dilədim. Və göylərdə də gəzmədim, bu mənim sadəcə o yerində deyilib gözəl məsəldir, könül nəyi sevirsə, o da gözəldir. Mənim könlüm sadəcə gözəllikləri sevir və gözəllikləri istəyir. Mən də dedim ki, mənim xalqıma gözəllikləri ver. O namazı boşu-boşuna istəmirəm. Mən başımı o daşa döyüb dombalası deyiləm. Mən səndən xahiş edirəm, rica edirəm, mənə doğru yolu göstər, o da belə göstərir. O qədər can ilə dinləyib sizə söyləyirəm. Peyğəmbərin nə vaxt mirac etməsi barədə fikirlər, yəni bu fikirlər qarışıqdır. Mən lazımdır ki, burada da o 20.000 miqabla bağlı sözü burada da elə bilirəm, oradadır. Göyün 7-ci təbəqəsində Məhəmməd bütün peyğəmbərlərin atası İbrahim peyğəmbərlə görürsünüz. Bütün peyğəmbərlərin atası, ata sözü İbrahimdən meydana gəlibdir. Yəni əzəldən ata sözü olmayıb. Bütün peyğəmbərlərin atası İbrahim peyğəmbər olub. Yəni ilk peyğəmbər İbrahimdən gəlib. Gördünüz, nə Adəmdir, nə Nuhdur, onlara burada peyğəmbər demir, amma bilmirəm, İbrahim Nuhdan sonra olub, yox, sonra gəlib. Biz o dərinliklərə dəyəcəyik, amma bütün peyğəmbərlərin atası Quranda buyurur ki, İbrahim peyğəmbər olub və İbrahim peyğəmbərlə güya bu göyün 7-ci qatında görüşüb və bundan sonra Cəbrail peyğəmbər Məhəmmədə deyib, mən Cəbrail zat görməmişəm, mən gördüyüm elə nurun özü olub, yəni Allahın özü olub. Bunlar hamısı nağıldır, yəni yuxudur, əfsanədir, amma hər nədirsə Peyğəmbərin başına gələnlərdir, o qədər. Bundan qeyrisi deyil. Cəbrail Məhəmməd Peyğəmbərlə daha yuxarıya qalxa bilmir, Allahın Rəsulu, Allahın dərgahına tək başına qalxır və orada 2 ox məsafəsində dayanır. 2 ox məsafəsi. Rəvayətə görə Allahın siması 20.000 miqabla örtülüdür. Bu örtüklər olmasa onun simasına baxan o dəqiqə kül olar. Burada Peyğəmbər Quranda əks etdirilən dini ehkamları eşidir. Artıq güya buradan nəsə Quran namaz haqda
nə haqda mı olmuşum, nələrsə eşidir, sonra gəlir deyir ki, mən 50 min dəfə namaz istədim, Musa deyir, get qaytar, bunlar təbii ki, hamısı necə deyim, əfsanəvi fikirlərdir, amma Peyğəmbər bunu təbii ki, yaşamışdır. Təbii ki, Peyğəmbər bu sınağı, necə mən bu divanələr odur gördünüz, hələ o birisiləri qoyaq qırağa görmədiniz, amma bu işin başında mənim əlimdə telefon küçələrə düşüb, batdaqların içində, tozun, dumanın içində o gəzdiyim divanə sınağın siz mənimlə beraber şahidi oldunuz. Onu yaşadım, ondan betərini də yaşamışam, betərindən betərini də yaşamışam. Təbii ki, indi mən onu sadəcə sözlə anladıram, amma mən onu necə qaytarım, o söz ağızdan çıxdı, o sənindimi deyil. Elə də mən yaşadım, bitdi, mən onu necə qaytarım. O vaxt telefonum da yox idi ki, heç olmazsa bir-iki dənəsini çəkim, burada saxlayım, göstərim. Sadəcə qonşuda mən o yazan illərdə mənim qonşuda təbii ki, çəkiblər, video klip var, onu mən dedim, xahiş eləmişəm, bilmirəm, indi görək ona sadiq olacaqlarmı, qonşulardan xahiş etdim ki, onu çıxardın, mənə lazımdır, mənə görə bir disk verin. Bəlkə orada mən o cavanlığımda yazdığım kitab dəftərin böyründə necə oturduğum canlı, yəni burada şəkillər var, amma orada canlı görüntülər də var. Nəsib olsa mən onu sizə göstərərəm. Allah nəsib etsə təbii ki, amma o görüntü böyük bir kasetanın içərisində durur. Belə. Deməli, o gəlin namaz qılan can ilə Allaha bağlı deyil. O Peyğəmbərin kəlamında da buyurulurmu ki, Allaha inam ürəkdə deyil, boğazdan yuxarı adı söyləniləcəkdir. Mən o fikri də kitabdan sizə göstərim ki, sözü yalan oy çıxmasın. Deməyəsiniz ki, mən bunu hardan çıxartmışam. Görürsünüz mü? Bax, Peyğəmbər, səma elçisi, görürsünüz hər kitabda bir-iki dənə ağır zaman haqda. Ağır zaman. Ən ağır zaman o vaxt olacaq ki, bax bu sözü mən buradan götürmüşəm və Allahdan söhbət olacaq, yəni boğazdan yuxarı. Belə açqına görə bilmirəm. Namaz yaddan çıxacaq, məsciddə oxuna, məscidlərdə nə bilim nə, Allaha söhbət olacaq, insanlar ac-qurda dönəcək, qurd olmayanı aradan götürəcək. Xülasə ki, Allaha inam qəlbdə deyil, yəni candan deyil, boğazdan yuxarı adı söyləniləcək. Bax, bu gəlin də, bu elti də Allaha boğazdan yuxarı ibadət edir, namazı boğazdan yuxarı edir, yəni qəlbdə, canda onun Allahla bağlı olan bircə ipi odur ki, sadəcə hər kəs Allahda bir bədəndir. Belə insanlar namaz əhli deyirlər, amma bunlar sadəcə həyatda say artıran insanlardır. Bunların Allah Taala'nın tərəfindən duyğuları, duyma qabiliyyətləri demək olar ki, yoxdur. O Nizami mi deyir, duyğular aləmini duyan hanı aləmdə? İncəliyi açmağa uyan hanı aləmdə? Bax, bu gəlində də incəliyi açmağa, dinin sirlərini dərk etməyə duyğu deyilən paydan ona pay düşməmişdir. Odur ki, onun bütün dünyasını elə Allah Taala öz əli ilə də dağıtdı. Onu mən qınamıram. Heç bir anaya mən belə bir tali arzulamıram. Mən Rəbbimdən bunlara doğru yola paklanıb çönmələrini arzulayıram, diləyirəm ki, qoy hər bir evladımızı xoşbəxt görək. Bu mənim səmimi qəlbdən gələn ən paki sözlərimdir. Amma bu acı həqiqət də açıqlanmalıdır ki, bu elə namaz üstündə mənimlə burada çox insanlar çarpışdı, vurmuşdu. Təbii ki, bu
5 il buradan, 1 il de oradan. 6 ildir mən buradayam. 6 ildir mən artıq kitab aləmindən çıxıb burada kompüter aləmində təbliğlə məşğulayam. Təbii ki, mən öz eşqimlə burada deyiləm. Bu da Allahın əmridir. Mən bunu çoxlarına izah etmişəm. Ki, bir də görürsən cavan uşaqlar anlamır, bilmir, elə bilirlər ki, mən yaşımı gizlətmişəm və ya yaşlı qadınların manyakıdır bunlar. Bu İlhamənin mahnısından əlaqədar olaraq belə qadınlar həyatda çoxdur, yaşlı qadınlardır və cavan evladı yaşda oğlanlarla bir araya gəlmək eşqində meşqindədirlər və vardırlar belə insanlar həyatda. Mən onlara qandırıram ki, mən burada Allahın əmri ilə sadəcə hikmət söyləyirəm, təbliğ edirəm. Yəni mənim başqa burada niyyətim yoxdur. Yəni mən burada kişi aramıram, eşq aramıram, məhəbbət aramıram. Mən sadəcə hikmət söyləyirəm. Mən vurulanlara da bir söz deyə bilmərəm. O istək elə bir şeydir ki, o çağırılmamış qonaqdır. Onu axtarmaqla tapmaq olmaz. O özü, o çağırılmayan qonaq kimi elə bir anda insanın qəlbini döyür ki, yaşından asılı olmayaraq hər kəs ona baş əyə bilir. Bax, bu da var. Bunu da. Bu söhbət qalsın sonraya. Biz keçək şeir dilini. Sərraf olan can ilə dinlər sözdə mənanı. Biz bir nümunə gətirdik. Təbii ki, mən öz ailə üzvlərimə yaxın olan insanların vasitəsilə bunu sizə açdım. Təbii ki, mən bunu yaşamasaydım, ondan sonra heç mən qızımın qapısını aça da bilmirəm. Özünüz də görürsünüz artıq bağlarını. Mən may ayında Bakıda olmalıydım. Bax, paxlava pişirmişdim. Baxın, hələ də o paxlavadan durur. Mən onu özüm elə yavaş-yavaş gəlindən çayla içirik. Kişi belə ürəyim istəyəndə xaladenikdə qəşək qalıbdır. Mən onu neçə yerə böldüm. Bir dəfə demişdim. Elman Tovuzun ziyarətinə gedəcəkdim. Qızım gilə, nə bilim, bacım gilə, hərəsindən özünə biraz mən neçə vaxt bu paxlavanın mecməyisini tək yeməmişəm. Yəni onu hamıya ondan dadızdırmışam. O şirin özümkilərə təbii ki, çoxdan da ürəyimdən keçirdi ki, bir dəfə də ondan Elman Tovuza pay ayırım. Bax, indi elə onun payı yeyilir, hamısını ki, bitibdir. Nəsib olsa əllərimlə onu hazırlayaram inşallah. Allah nəsib edərsə təbii ki. Belə. Xülasə ki, nə demək istəyirdim? Bax, baxırsınız, qismət yoxdur mənim Bakıya getməyim. Artıq bağlandı mənim yolum. Mən sadəcə orada qızıma yardım etməliydim. Mən qız qapısını çox döyən deyiləm. Bu mənim təbiətimə uyğun deyil, amma mənim qudamın sayğısız hərəkətlərinə görə mən başımı getdim, qızımın başına söykədim, o qədər. Və orada da sonda müəyyən bir belə ağılsız işlərə rast gəldim. Orada da deyindim, dedim sizi qınamıram, amma bu səhvdir, o səhvdir, amma o fikir hələ pişməyib, o qazanda qaynayır, zamanı gələndə o da süfrəyə qoyulacaqdır. İndi biz keçək, bu fikrin ardına gedək. Namaz heç nə vermir insana, sadəcə bax belə, sonda insanı rüsvayçılığa gətirir. O qədər. Mənim burada namaz qılan din xadimləri, dostlarım çoxdur, mən istəmirəm onları qırım, elə birini dedim, yetər, qalan hər kəs özü buradan öz, necə deyərləri, payını götürsün, çəksin qabağına. Namaz insana hikmət vermir. Nə də onunla sən Allahın yanında salih sayılmırsan. Salih odur ki, kiçik işdə deyir salih olan, böyük işdə də salihdir. Kiçik işdə salih olmayan, böyük işdə də salih deyildir. Əgər sən qəlbin kinlə, nifrətlə doludursa, sən birini başqasının üstün özünü tutmaq istəyirsənsə, başqasının artdığını görüb içində qurtlar səni yiyirsə, onu qınayırsansa, ona paxıllıq edirsənsə, sənin namazın heç nəyə lazım deyil. Sən get bunu içini təmizlə, saflaşdır, imanını ləkəsiz et və sən belə ləkəsiz imanla Allaha qəbulsan. O namaz boş şeydir. O qədər. Kim necə düşünür, düşünsün. Mən heç kimi qınamıram.
Mən sadəcə acı olanı açıqlayıram. O qədər. Təbii ki, mən də namaz əhlinin yerində ola bilərdim, amma olmadı. Mən neyniyim? Mən də sizinki yolunuzu gedə bilərdim. Mən də namaz qıla bilərdim. O deyil. Şeyx o günü söhbət edir ki, İlham Əliyev gözəl namaz qılıb. Mən özümdən demirəm, şeyx söyləyir, onu da mən izlədim. Onu da mən sizə göstərim, sonra gedim. Yəni ki, bu elə hamısı olsun. İlham Əliyev buyurun. Dünəmə bunların hamısını gözəl-gözəl izlədim. Budur. İlham Əliyev namaz, Heydər Əliyev namaz qıl. Bu Heydər Əliyevin namazıdır. Böyle bu Heydər Əliyevin haqqında şeyx danışır, onun necə namaz qıldığını, yəni əgər ona nəsib edibsə, mənə də edə bilərdi. Ben bunu buradan çıkartmışım ben. Bəli, indi bilməm nə qədər eşitdiniz, eşitmədiniz. Hacı Allah şükür Paşazadə deyir ki, o Heydər Əliyev də onunla namaz qılıb, İlham Əliyev də onunla namaz qılıb. Allah buyursaydı, mən də onunla namaz qılardım, amma buyurmadı. Mən neyliyim ki, mənə yazmadı onu. Onu da qınamıram, onları da qınamıram. Heç özümü də bu sözləri söyləmək üçün qınamıram. Bunu Allahdan gəlib söyləyirəm. Və sərraf olan can ilə dinlər sözdə mənanı. Nə olaydı? Bir dinləyən olaydı məni bu dənizin sahilində, neçə illərdir ki, mən qul oldum zamanın sahibinə bu dənizin sahilində. Gizli saxladım bu sirri, mən açmadım qeyrisinə, ki dosta aşkar edim ki, deyil bu sirrə biganə. Yəni qəlbi təmiz bir dost tapdım mən bu dünyada, haqla söhbət edir, hörmətlə o aşikarda. Mən deyirəm sizə, Allahla mən qəlbimdə söhbət edirəm və onun hökmlərini, bax elə oradan nə gəlir onu söyləyirəm. Bax bu o deməkdir. Aşkarda söhbət edirəm. İndi siz necə söhbət edəcəksiniz onunla bilmirəm. Qəlbinizə varın, indi sizə də yəqin ki, nəsə bir pay düşəcək, amma təbii ki, məni kimi belə dil-dil ötməyəcəksiniz. Çünki hər ağız qapanıb, hər kəs Allaha hesabat verəcək elə qəlbində. Siz sadəcə qəlbinizə hesabat verəcəksiniz. Nəyi səhv edibsiz, nəyi düz edibsiz, bax bunu edəcəksiniz. Amma oradan sizə mən əvvəllər deyirdim, bu məndən getdi kimi, hara getdi kimi qəlbinə girdi, avaq qaydacaq. Bəlkə də belə işlər olacaq, amma hesabat qəlbinizə veriləcək. O 2 qat qalsanız cəzadır, dik gəzsəniz mükafat. Bax, bircə bunu anlayın. Vəssalam. Yolu budur. O alıb ilhamı lütf ilə öz qəlbindən, hansı ki, bu yolu nişan verib, Xaliq özü əzəldən. Əzəldən nişan verib, amma heç bir peyğəmbər bunu dərk etməyib. Gördünüz, Məhəmməd haralara çıxır, haralara dırmaşır və Allahı güya ki, üzü 20.000 niqabla bağlı olub. Təbii ki, bu da onun bəxti taleyidir. Bəxt taleyi hamıya eyni yazılmır. Barmağın 5-i də bir ölçüdə deyil. Onun taleyi odur, mənim taleyim budur. Ay insan, sənin də taleyin odur. Bu taleyin hökmünə sadəcə baş əymək lazımdır. Qoqezlənmək lazım deyil. O qoqezlənmək özü bir sınaqdır və onu uçuruma aparır insanı. Elə yerində əyləş, payına nə düşübsə ona şükür et.
Çünki əgər əlini biraz uzaq uzatsan, o deyirsən ki, gedim bu sələm alım, bunu qurum, bunu qayırım. Bax, o aldığın sələm haramdırsa, gəlib halalını da aparacaq. Bax, bunu mən yaşamışam, canlı şahid kimi sənə deyirəm. Elə nəyin var, ona qane ol. Cızığından çıxma. İnsan cızığından çıxanda gedib batdağa bulaşır. O qədər. Su deyir, sənək deyir, su sənəyi suda qırılar. Elə otur evində, taleyin nədirsə, ona da qane ol. Görürsünüz, bax, institut oxudur, 2 qızı göndərib, kirə tutub Bakıda, başlı başına bitki uşaqları. Sən nə bilirsən ki, sənin uşağının kimin şuurunu oxuya bilər? Tərbiyəlidir, bəli, tərbiyəlidir, amma sən onun şuurunu oxuya bilməzsən ki, bu tərbiyəli qızın gördün, getdi bacını, başını kəsdi, getdi, düşdü türməyə. İndi sənə o diplom lazım idi, ay ana? Lazım değildi. Sən dizinin qırağında otursaydı, bir bəxtin taleyini gözləsəydin, birinə götürüb verərdin, o da gedib özü üçün xoşbəxt yaşayardı. Burada biri mənə deyir ki, mənim qızım baxdım şəkili, çox mənə əziz olan bir insan, qızım hələ taleyini qura bilmir. Dedim, bu bilmir də nə olacaq? Mənim qızım da 30 yaşında ailə qurdu, zatı istədiyinə getdi. Elə uçuruma atmaq olmaz ki uşağı. Mən özüm də heç sevə bilmirdim. Mən ömründə sevə bilmədim. Birine vurulmamıştım. Elə belə könlümdən keçirdi, xoşuma gəlirdi. Onu da xalam vurdu. Ona görə dedim ki, bu paxıldı. Demirəm, mən onu istəmirəm, istəyirdim, amma sözü də deyə bilmirdim. Amma axırda dedim, bir gün mənə gəldi öz qardaşının oğluna elçiliyə, dedi ki, buna dedim, yox, axı mənim o oğlandan xoşum gəlir. O oğlan elə bil ki, elə mənim yəni zövqümə uyğundur. O da dedi ki, o səni almaz. Daha onu dönüb sözümü demədim ki, axı mən onun atası sənə necə yalvarırdı, bunu qulaqlarım eşitdi, sən də ona da dedin ki, o sənə gəlməz. Bu nə deməkdir? Deməli, paxıllıqdır, ayrı bir şey yoxdur. O vaxt mən bunu anlamırdım, amma bugün çox gözəl oxuyuram. Bəli, oradan mənim işimi vurdu. Yəni, mən bəlkə də ora getsəydim, oğlan Voronejdə oxuyurdu, yurfaq oxuyurdu, hündür, gözəl oğlan idi. O mənim zövqümə uyğun idi, amma mənim xalam orada belə dedi, burada da elə dedi. Onlara dedi ki, o qız sizə gəlməz, mənə də dedi ki, oğlan səni almaz. Bax, bu nə deməkdir? Bu paxıllıq deməkdir, elə deyilmi? Bəli, mən də ondan başqa mənim, deyim ki, onu sevdiyim yox, deyim ki, onu vurğun idim, deyil, deyim ki, ondan ötəri ölürdüm, deyil. Sadəcə zövqümə uyğun bir insan idi, o qədər. Heç mən ondan söhbət də kəsməmişdim, o Daşkəsəndə yaşayırdı, xalamgillə böyür-böyürə qonşu idi, elə belə baxıb bir-birimizi görmüşdük. Kənardan oynayırdıq, deyirdik, gülürdük, təbii o vaxtlar o mənə elçi düşüləndə artıq institutda oxuyurdu, Voronejdən gəlirdi, mən ona hətta o ekskursiyonu büroda işləyəndə bilet də təşkil elədim, köməkli elədim, alıb getməyə son dəfə. Mən xalam mənə elçi gələndə dedim ki, mənim oğlandan xoşum gəlir. Amma o da dedi ki, o səni almaz. Amma oğlan da təbii ki, mənə qəlbini açmadı. Belə oğlanlar çoxdur, qismətlərini ağızlarından çıxardırlar. Yəni açardı qəlbini mənə, gözəl olardı. Açmadı, o da yəqin ki, qismətdə deyil. Bu yaxınlarda bizim bibi qızının da oğlu Bakıda oxuyur, İncəsənət İnstitutunda. Orada da bir belə gizli eşq məcərəsi yaşanır. Onun oğlu müəlliminin qızını istəyir, qız onu istəyir. Onlar da bunu sevir. Çox səmimi uşaqdır. Ad çəkməyəcəyəm. Bəlkə də zaman gələndə bunu onlar da təbii ki, bunu hər kəs oxuyacaqdır. İndi deyirəm ki, ay bala, gecikəcəksən, o gün keçdi filmindəki kimi aç qəlbini, aç qəlbi açmaq gözəl şeydir, sevgi gözəl şeydir. Sevgi ilə qurulan ailə gözəldir. O ailəni heç bir tufan, fırtına uçura bilmir. Bax, elə dedim, orada da qaldı, bilmirəm indi sonu nə olacaq. Mən çox istəyərdim ki, o qismət alınsın. Bu İncəsənət İnstitutunda həm müəllimdir, həm də az çox tanınmış bir insanın qızıdır. Bax, belə. Bəli, oğlan da mənə qəlbini açmadı, atası özünü yırtdı, çırdı, öldürdü. Mən təbii ki, koridordan bunu dinləyirdim, xalama necə yalvarırdı ki, gəl bunu, bu işi yoluna qoyaq, gəl, mən istəyirəm bu qızı oğluma, çox yaxşı uşaqdır, mən bunu alım oğluma. Xalam dedi, o sənin oğluna gəlməz, bax bunu mənim qulaqlarım eşitdi, bunu mənə heç kim demədi.
Və də mənə öz qardaşının oğluna elçi gələndə dedim ki, o mənim qardaşımdır. Mən bax oğlandan xoşum gəlirdi. Niyə ona eləmədin məni? Deyir ki, mən yəni ki, niyə bax bunu dedim. Mən orada da nitq olmadı ki, deyəm ki, ay qız, mən bunu qulağımla eşitmişəm. Sən bunu dana bilməzsən. Bax bu qəddarlıq istədim mən Allah Taala'dan ki, sözümü deyə bilim. Mən o zaman sözümü deyə bilmədim ki, ay xala, axı mən özüm eşitdim ki, o oğlanın atası necə sənə yalvarırdı ki, ay qonşu, gəl bu işi düz qoş, mən o qızı oğluma alım. Sən o işi vurdun. Bax, bu sözü mən deyə bilmədim. Sadəcə dedim ki, ay xala, mənim o oğlanla xoşum gəlir. Niyə onu? O da dedi ki, ay bala, o səni almaz. İndi siz özünüz bir nəticə çıxarın bundan. Mən burada bir də geri qayıtmayacağım. Çünki bunu dinləyənlər, yəni o xalanın nəvələri, belə də məni az qalırlar didələr. İndi də laf didəcəklər, özləri bilsinlər, əlləri çatsa didərlər. Bu da bir şakadır təbii ki, bu həyat, bax mən bunu yaşamışam, bəli. Mən həyatımda sevməmişəm, amma bircə dənə istəyərdim ki, onu könlümə bıraxım, onu da xalam qoymadı, o da Allahın işidir, onu da qınamıram. Niyə bura gəldim, çıxdım, mən bilmirəm gene, bax, bilmirəm, görürsünüz, söhbət elədiyim yerdə fələk məni aparır, haralara çıxardır, görünür, burada da bir hikmət vardır. Qoy görək, nədən gəldi ki, bura söhbət? Haqla söhbət edir, o hörmətlə aşkarda. O alıb ilhamı lütfi ilə öz qəlbindən, hansı ki bu yolu nişan verib, Xaliq öz əli ilə əzəldə. Neysə, bilmirəm, unutduğum zaman gələr dalını deyərəm. Məgər gizli qalarmı bu söz ki, nəğmə tək gəzir dildə? Düşmən də məntiq istər. Hafiz kimi şeirdə. Yəni, Allah, Allah, Allah deyirik. Amma bu nə qədər nəğmə tək dillərdə gəzir. Hər yer Allah deyir, Allah kömək etsin. Bax, adicə heç Allahı tanımayan, bilməyən, şair də, yazıcı da, müğənni də, hər kəs bu Facebookda deyir, biri xəstələnir, biri kimisi ölür, deyir, Allah kömək olsun, Allah rəhmət etsin, Allah bağışlasın. Bu söz dildə nəğmə kimi gəzir. Elə deyilmi? Bütün dünya. Amma düşmən də məntiq istər, axtar, hafiz kimi şeirdə, yəni bunun məntiqini axtarmaq lazımdır. Namaz sənə nə verir, bunun hikmətini axtar, məntiqini axtar, bunun yerini axtar, görək bu Allah hardadır, elə yalandan dombal, qalx. Nə verdi axı odur, illər, əsrlər keçib Məhəmməddən bu yana, 1500 il, Krupnu götürək, indi orada 5 gün, mən mel için deyiləm, 5 il o yana, 3 il bu yana götürmürəm. 500 neçənci ildə olub, biz də 1500 il götürək, Krupnu söhbət eləyək biz, böyük söhbət eləyək, xırdalığa getməyək. 1500 ildir cəmaat başını daşa döyür. Hanı hikmət? Çıxardın ortaya, mən səsimi kəsim. Hanı bu namazın hikməti? Hanı bu namazın qanların üstünü örtməsi, hanı bu namazın sevgisi, hanı bu namazın saygısı, göstərin.